Dostlar, deməli 206 voltdur hal-hazırda zəzimləyənimiz yerində. İndi baxaq görək bizdə vəziyyət necədir. Deməli 2-nin 10-a çəkmişəm bunu. O zəzimləyəni ayrıca çəkdim. 6-lıqdır bu tək. Əslində o qədər də naziyyət lazım deyil çəkmək. Nə qədər qalın 10-luq da ehtiyac yoxdur. Ona görə 6-lıq qoymuşam ki, daha rahat mis olmaq şərti ilə müvəqqəti eləmişəm onu, sonra daha rahat bərkidəcəm. Yoxlama məqsədi ilə idi. Bu hissələrə keçirtdik. Baxıram qızmağına filanla, hər şey qaydasında da qızma filan yoxdur. Baxaq buradakı vəziyyətə bizdə necədir. Deməli özüm 32 qoymuram, çünki ehtiyatı gedən yaraşıqıdır, tələsmirəm heç, ona görə 32-də yox, 24-də qoymuşam. 4.5 kW-dan yığır, temperatur da 40 dərəcədir. 45-in üzəri, 45 ətrafı və 45-in üzəri məsləhətdir ki, çıxardasınız, o qədər saxlamayasınız. Burada da görürsünüz 196-197 volt göstərir. Yəni rahat şəkildə 4.5, 4.6 bu civarda yığır. Heç bir qızma falan da yoxdur. İndi avtomobil tərəfə çəkim. Avtomobil də belə rahat şəkildə göbəkdə başlıqla rahat şəkildə yığır.